Xeyir olsun, gününüz aydın olsun. Nergis xanım efirdə. Yine piyada, yine xəstəxanaya, yine yaşıllığın içine, yine yorğun. Necə siz neyinirsiniz, nə var, nə yox. Tələsirəm işə, çox tələsirəm. Sadəcə olaraq dedim 5 dəqiqə sizlə görüşüm. Birdən elə bilərsiniz ki, nəsə narahatçılığım var, ona görə gəlmirəm. Bəzi videoları pozuram. Səbəbi nədir, onu açıqlayacağım indi sizə. Videoları pozmağımın əsas səbəbi bəzi insanların kompleksləridir. Qorxularıdır, həyəcanlarıdır, çəkilişdən yayınmalarıdır. Bəzən olur ki, mənim çəkilişmə kimsə düşür, sonra bir müddət keçəndən sonra narahat olur, deyir o videonu zəhmət olmasa pozun. İstəmirəm. Mən də heç vaxt elə şeyə görə heç kəslə nə mübahisə aparmaq fikrim yox, nə bir şey. Pozum da nə olacaq ki? Əsas odur ki, özüm ölməyim, bitməyim, batmayım. Yerdə qalan iş hamısı düzələn şeydir. Videolar çəkilişlərdə düşən insanların kimisə kompleksi varsa, ona görə mən həyəcan heç vaxt keçirməmişəm. Keçirmək də fikrim yoxdur. Sadəcə olaraq gecikirəm. Səhər sizdən gəldim. 5 dəqiqə görüşüm. Biləsiniz ki, sağamatam. Hətta yenə varam. Sadəcə olaraq arada biraz işim çok olur, başım karışık olur. Görünmürəm, biraz küləkli havadır. Biraz da tələsirəm ki, yubanmayım. Yine dediğim kimi bizdə feyiz kontroldum. Feyiz kontrol olduğu için gerek vaxtında üzünü göstərəsən. Yerində yaşadığım şeylə gedirəm, ay Allah. En çok sevdiğim mənzərə. Sabahınız xeyir olsun. İşiniz avanda olsun. Karşınıza hiç vaxt pis insan, mərdimazar insan çıxmasın. Olduğunuz kimi sizi duysunlar. Olduğunuz kimi sizi anlasınlar. Ürəyi qara insanlardan uzaq olun. Həmişə. Ona görə heç xoşlamıram sosial şəbəkədə tanış adamlar məni tapsınlar. Heç sevmirəm. Ona görə ki, tanış adam məni tapan kimi o saat məni tanıyan adam. Video düşən adamlara tez xəbərçilik eləyir. Ki, ay, sən görsənirsən Nərgizin videosunda. Ay Allah, güllərə var. Tamam, solublar düzdür. Ona görə də heç xoşlamıram. Kim ki gəldi mənə podpisasiya elədi, hələ həkim yoldaşlarımdan da, məni tanıyan insanlardan da o saat dalağım sancır. Bilirəm ki, onlar süni rəqəmlər yazdırmış insanlardır. Onlar reallığı sevmirlər. Real insanın qara toyuq, qara toyuq bilirsən, balanca quş olur. Adı toyuqdur, amma elə qəşəng yoxuyur. Qara toyuq. Tanıyırsınız mı qara toyuğu? Yəni demək istəyirəm ki, gecikirəm, dəhşət gecikirəm. Sabahınız xeyir olsun, gününüz aydın olsun, işiniz avanda olsun. Nərgis xanım, salama görüm nə yazmışsınız. Alo, Nərgis xanım, nereden? Türkiye salamlar. Bilirsiniz de Türkiye en çok bildiğiniz gibi Türkiye en çok sosyal şebekede aktif olan insanlardı. Arada onun hakkında zarafatlar deliyirler. Çok apşisinlidiler.
Şəxsi səhifəmə yazanlara da hamısına təşəkkürümü bildirirəm. Sadəcə mən heç kəsə cavab vermirəm, yəni bunu biləsiniz. Söhbəti uzatmaq istəmirəm. Qısası. Bəyənirsiniz də sağ olun, bəyənmirsiniz də sağ olun. Siz bəyənmirsiniz deyə dəyişib başqa adam olmaq fikrim yoxdur. Bəyəndiyinizə görə də çox təşəkkür edirəm. Hamınızı öpürəm. Özünüzdən müğayət olun. Görüşərik.